Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizə kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir 8-ci mikrorayonda, Naxçıvani küçəsində, Aynastonov parkına yaxın ərazidədir. Yeni tikili, premium binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış bir mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz, daxil olduqda sağda trezor var, böyük güzgü yerləşdirilib. Demək olar axıra kimi də gizli işıqla aşağısı açarıq. Orada şkafımız var, əyləşmək üçün və ayaqqabılara qoymaq üçün yer də nəzərə alınıb. Girişdən solda paltar asmaq üçün də yerimiz var və sol hissədə burada böyük şkaf yığılıb, divar içi. Yuxarı hissəni də göstərim, yəni dərinlikdə çox yaxşıdır. Paltar, ayaqqabı, yəni istənilən əşyanı tam rahat şəkildə yerləşdirmə imkanınız var. Dediyim kimi ölçüsü böyükdür, dərinlikdə yaxşıdır. Döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub. İşıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq da gizli işıq da yerləşdirilib. Gəlin elə başlayaq otaqlara, bir-bir mən hər şeyi sizə göstərim. Artıq gördünüz, bura mənzilin qonaq otağıdır. Geniş qonaq otağı var, yəni təxmini kvadrat şəklindədir. Dar, uzun otaq deyil, onu nəzərinizə çatdırım. Təxmini ölçüsü 22-23 kvadrat olar, yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Deməli, burada nəyimiz var? Mərkəzdə gözəl, böyük lüstrumuz yerləşdirilib. Line işıqlar, gizli işıq hamısı var, hazırdır. Burada TV stand bu hissədə yığılıb, aşağı hissəsi şkafdır, sağ tərəfdə mebel daraqlarından istifadə olunub, TV internet çıxışı burada nəzərə alınıb. Başqa nəyimiz var? Pərdələr asılıb, hazırdır bu hissədə. Buralar yerləşdirilib, bu tərəfə mebel dəstinizi tam rahat yerləşdirmək imkanınız var. Buradan mənzilin eyvanına da çıxış var, onu nəzərinizə çatdırın. Bir böyük eyvanı var bu mənzilin. Və ona deyim ki, mənzil bir otaqdan 2 otağa düzəlmədir. Ona görə mətbəx hissə bu hissədə yığılıb, qonaq otağından ara kəsbə sürgülü şüşə qapı ilə ayrılır. Buradan keçirik mənzilin mətbəx hissəsinə. Ölçüsü yaxşıdır, qənaətbəxşdir. Yəni bura rahatlıqla 4 nəfərlik masanızı yerləşdirmə imkanınız var. Yeni mətbəx mebelimiz yığılıb, tam axıra kimidir, 3 hissədən ibarətdir. Yuxarı hissələr də şkafdır. İçərisini də göstərim. Yəni dərinlik barədə təsəvvürünüz yaransın. Aşağı hissələrdə eyni ilə burada soyuducun yeri bu hissədə nəzərə alınıb. Qaz peçi, aspirator qoyulub hazırdır. İstilik sistemi kombidir, radiatorlar da hamısı qoyulmuş vəziyyətdədir. Buradan da mənzilin eyvanına çıxış var. Yəni dediyim kimi həm qonaq otağından, həm də mətbəx hissədən eyvana çıxış var. Eyvanın ölçüsü yaxşıdır. İstilik sistemi də dediyim kimi kombidir. Radiator da aparat da qoyulub, tam hazırdır və burada da spotlardan istifadə olunub işıqlandırmada. Keçək mən sizə göstərim mənzilin yataq otağını. Dediyim kimi mənzil təzə təmirdən çıxıb, təmirdən də sonra mənzildə bir gün belə yaşayış olmuyor. Buradan keçirik mənzilin yataq otağına. Yataq otağında ölçüsü yaxşıdır, təxmini 15-16 kvadrat olar. Burada yerləşməni sizin nəzərinizə çatdırım. Taxtın yeri burada nəzərə alınıb, sağ və sol tərəfdə təşkil işıqlardan istifadə olunub. Tavan hissəni göstərim, lüstr, spot, gizli işıqlar hamısı qoyulub hazırdır. TV internet çıxışı buradadır. Burada da dediyim kimi radiator qoyulub və bayaq qeyd etdim, mənzil bir otaqdan 2 otağa düzəlmədir. Ona görə də bu yataq otağına pəncərə qoyulub bu hissədən, yəni havalandırma üçün o da nəzərə alınıb. Keçək mən sizə göstərim mənzilin sanitar qovşağını, sonra qiymətini və digər məlumatları nəzərinizə çatdırıb. Girişdən sağ tərəfdə yerləşir mənzilin sanitar qovşağı. Ölçüsü yaxşıdır, genişlik olaraq tam hazır vəziyyətdədir, o nəzərinizə çatdırım. Maraqlı teksturalı qranitlərdən istifadə olunub. Duş kabinimiz yığılıb. Bu hissədə içərisi də çox genişdir, qara rəngli aksesuarlardan istifadə olunub. Ümumilikdə gözəl moydadırımız var burada. Onu da göstərim sizə. Yəni unitaz, suşilka və burada da şkaf yığılıb əşyalarınızı yerləşdirmək üçün. Yəni hər bir şey nəzərə alınıb, paltaryan yerdə burada nəzərə alınıb, bura yerləşdirə bilərsiniz. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzildə olan məlumatları bir daha nəzərə çatdırım. Yerləşir 8-ci mikrorayonda Naxçıvani küçəsində gözəl elit bir binada yerləşir. Yeni təmirdən çıxmış və təmirdən də sonra bir gün belə yaşayış olmamış. Bir otaqdan 2 otağa düzəlmə 67 kvadrat ölçüsü olan bir mənzildir. Yerləşir 17 mərtəbəli binanın 2-ci mərtəbəsində.
və mənzilin start olaraq qiyməti 209.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.